Salam aleykum, mənə vaxtınız xeyir əziz izləyicilər. Bugünkü video konseptimiz Mercedes-Benz CLS 350 C219 kuzu olacaq. Bundan əvvəl C218-dən bəhs etmişdik əvvəlki videolarda. Bu dəfə konsepti bir qədər dəyişəcəm. Həmişəki kimi bütün modellərdən yox, məhz 350-dən danışacağam. Çünki bu avtomobilin bir çox modeli var və bütün modellərdə eyni videoda bəhs etdikdə video çox uzun olur. Hissələrə bölüb müəyyən modellərə ayrı-ayrı videolarda sizlərə təqdim edəcəyim. Gələk bugünkü video konseptimizə. 2004-cü ildə təqdim olunan Mercedes-Benz CLS 219 avtomobil dünyasında tam yeni bir segment yaratdı. 4 qapılı kupe anlayışı məhz bu avtomobil ilə başladı. Uzun kapot, aşağı tam xətti və axıcı kuzov forması CLS-i adi sedanlardan tam fərqləndirirdi. Çərçivəsiz şüşələr, aqressiv ön faralar və geniş arxa hissə avtomobilə həm premium, həm də idman görünüşü qazandırır. Bu model faktiki olaraq E-Class bazasında qurulsa da, dizayn baxımından daha emosional və diqqətçəkən avtomobil hesab olunur. İnteryeri, yəni salonuna baxdıqda salon hissəsində Mercedes klassik lüks yanaşmasını qoruyub saxlayır. Keyfiyyətli dəri örtüklər, taxta dekor elementləri və sürücüyə yönəlmiş ön panel avtomobili premium səviyyəsində hiss etdirir. CLS modelində arxa hissə 2 nəfərlik individual oturacaq konsepsiyası ilə hazırlanıb və bu da avtomobili daha ekskluziv göstərir və eyni zamanda avtomobilin satılmama səbəblərindən biridir. Nə qədər Mercedes bunu individual oturacaq konsepsiyasında hazırlayıb daha lüks hiss etdirməyə çalışsa da ölkəmizdə satılmama səbəblərindən biri də məhz elə arxada 2 oturacağın olmasıdır. Uzun mərkəzi konsol salonu 2 hissəyə bölərək kupa atmosferi yaradır. Mühərrikinə baxdıqda əvvəlcə qısaca mühərrikdən danışım. CLS 350 modelində 3.5 litrəlik və ya birazına 6 silindrli mühərrikdən istifadə edilib. Atmosferik benzin mühərriki 270 qat gücü və 350 Nm torq hasil edirdi. Sürətlər xüsusunda da 7 G-Tronic görə bilirik. Biraz sonra bunlardan tam ətraflı danışacağam. Ötürücü və təhlükəsizlik sistemlərinə baxaq. CLS C219 dövrünə görə çox zəngin təhlükəsizlik və köməkli sistemlərə sahib idi. Avtomobildə ESP sabitlik sistemi, ABS, Brake Assist, adaptiv əyləc sistemi və çoxsaylı hava yastıqları mövcuddur. Bəzi komplektasiyalarda park sensorları, yağış sensoru, adaptiv faralar və cruise kontrol sistemi də təqdim olunurdu. Güclü kuzov konstruksiyası və elektron stabilizasiya sistemləri avtomobili həm sürətli, həm də təhlükəsiz edir. CLS 350 C219 bu gün də dizaynını köhnəltməyən, komfort və sport xarakterini birləşdirən ən uğurlu Mercedes modellərindən biri hesab olunur. CLS C219 məncə hal-hazırda ölkəmizdə çox dəyərli bir avtomobildir. Çünki birincisi dediyim kimi həm arxa oturacaqların 2 ədəd olmasına görə, həm də dizaynının bir qədər ölkəmizdə sevilməməsinə görə qiyməti bir xeyli aşağı düşüb avtomobilin. Hətta CLS 63 AMG versiyasını belə 30 min, 31 min, maksimum 32-33 min manata ikinci əl elan saytlarında görmək mümkündür. Məncə gec olmadan alın. Bu avtomobil ideal avtomobildir. Sportla komfort hissini, kupe ilə sedan yanaşmasını, ikisini eyni anda verə bilən tək tük avtomobillərdən bir dənəsidir, hansı ki trendi başladan ilk avtomobildir. İstəyirəm motor haqqında biraz daha ətraflı məlumat verim sizlərə. M272 kodlu 270 qat gücü 350 Nm torq hasil edən mühərrikdən istifadə edilib. Avtomobildə yanacaq sərfiyyatı 14-15 litr şəhər içi, 7-8 litr trasda və ortalama yanacaq sərfiyyatı da 10-11 litr təşkil edir. Benzinli mühərrikdir, atmosferinidir. 0-100'ü 7 saniyədir, maksimum sürəti 250 km/saata elektronik olaraq limitlənib. Limit ləğv olunarsa 260 km-in bir qədər üstünə çıxa bilir. Çoxnöqtəli injeksiya sistemindən istifadə edilib yanacaq sistemi olaraq atmosferik DOHC mühərrikdir, yəni silindr başına 4 klapan düşür. Motor yağı maksimum 8 litr, soğutma mayesi isə 10 litr təşkil edir. Avtomobilin maksimum ağırlığı 1650-1700 kq-dır, komplektasiyaya görə dəyişir. Bagaj həcmi komplektasiyaya görə ən az 505 litr, yanacaq səninin həcmi isə 80 litr təşkil edir. Yalnızca arxadan ötürücülü olaraq istehsal edilib. Əyləc sistemləri öndə və arxada hava soğutmalı disk əyləc sistemindən istifadə edilib. Öndə 330, arxada isə 300 mm. İstəyirəm sonra avtomobilin problemlərindən sizlərə danışım. Yaşlandıqca CLS 219 elektrik sistemindən nasazlıqlar ola bilər. Pəncərə motorları, oturacaq tənzimləyiciləri, farlar və park sensorları bəzən düzgün işləməyə bilər. Multimedia və command sistemi köhnəlmiş modellərdə yavaş işləyə və ya donma verə bilər. Mühərrik və transmissiya. M272 və 6 mühərrikində yağ sızması və zəncir gərginliyi ilə bağlı problemlər nadir deyil. 7 G-Tronic avtomat sürətlər qutusu çox uzun ömürlü və dözümlüdür, lakin düzgün qulluq istəyir. Əgər qulluq vaxtında edilməsə, yağ vaxtında dəyişdirilməsə, gecikmələr və sərt keçidlər görünə bilər. Askı və sürüş sistemi. Hava yaylı askı sistemi olan modellərdə kompresor və qapaq nasazlığı mümkündür. Bu da sürüşü sərtləşdirə və komfortu azalda bilir. Elə buna görə də CLS-in coil suspensionla olanları əsasən daha çox tutulur.
Bu avtomobildəki air suspensiyonlar, yəni hava ilə işləyən pnevmatik askı sistemi S-klassdakına bənzər bir askı sistemi deyil. Yəni bəzən problem çıxarda bilər. S-klassdakı qədər dözümlü və komfortlu deyil. Coil olanını almaq məncə daha sərfəli olacaqdır. Və korroziya bənd problemləri. Qapı altı və arxa çamurluq hissəsində paslanma müşahidə edilə bilər, xüsusilə nəmli iqlimdə. Qapı çərçivəsiz şüşələr uzun müddət istifadə olunduqda gərginlik və səs verə bilir. Belə dostlar, bir videonun daha sonuna gəldik. Bugünlük məndən bu qədər. Ümidvaram ki, faydalı olmuşdur. Mənə dəstək olmaq üçün videoya like ata və kanalıma abunə ola bilərsiniz. Növbəti videolarda görüşmək üzrə. Özünüzə yaxşı baxın.